Əl-Maidə surəsinin 48-ci ayəsi. Uca Rəbbimiz buyurur: "Əuzu billahi mineşşeytanirracim. Fastabiqul xeyrat. İlallahi merci'ukum cemi'a." Buyurur ki, yaxşı işlərdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allaha olacaq. İlallahi merci'ukum cemi'a. Sizin hamınızın dönüşü, qayıdışı Allaha olacaq. Əsl həqiqətdə biz baxsaq, bu dünya bizim başımızı elə qatıb ki, biz bir-birimizlə axirət işlərində deyil, dünya işlərində bir-birimizlə yarışa qalxmışıq. Məsələn, görsən biri bir maşın alanda bir qonşu, görsən o biri qonşu yata bilmir, gecə o tərəfə qıvrılır, bu tərəfə. Görürsən heç imkanı da yox, ya borca girir, indi bank sistemidir də, nə bilim, banka, ora, bura. Onun var, məndə yox. Məsələn, məndə də olsun. Dünya işlərində bir-birimizlə nə edirik? Yarışırıq. Amma birin özündə imandan üstün görəndə gecə yatmayayım, narahat olum ki, mən nə hansı zikir eləyim, hansı ibadət eləyim ki, ondan üstü olum. Belə aramızda varsa xoş o insanın halına. Yoxsa Allah bizi elə onlardan eləsin inşallah. O cür mənəvi cəhətdə yarışanlardan qərar versin.